Big data elmi nədir? Analitika, süni intellekt və machine learningdə hansı rola sahibdir? Aydındır. Big data elə bir misconceptiondur ki, əslində kim ki biraz çox məlumatı var, böyük həcmdə məlumatları var, hesab edir ki, əslində bu şəxslər big data mütəxəssislərdir, big data analiz edirlər. Amma burada big data ifadəsi ilk dəfə 2009-cu ildə Google şirkəti tərəfindən o zaman istifadə edilib ki, onların serverləri məlumatların böyüklüyünə görə çökməyə başlayırdı və böyük bir problem yaradırdı orada. Google-un mühəndisləri ilk dəfə yeni bir texnologiya yaratdılar ki, çox böyük həcmli məlumatları rahat emal edə bilməyə imkan yaratsın bu texnologiya. Və bu texnologiyanı bu gün istifadə edən mütəxəssislərə biz big data mütəxəssisləri deyirik. Bəs bu texnologiya nəyə əsaslanır? Yəni ola bilər ki, sizin hal-hazırda əlinizdə çox az, kiçik bir məlumat var, amma həmin big data texnologiyasını istifadə edərək bu məlumatları təhlil edirsiniz ya da süni intellekt alqoritmləri, machine learning alqoritmləri yaradırsınız. Bu zaman demək olar ki, siz big data mütəxəssisi hesab olunursunuz. Amma sizin məlumatlarınız fərqi yoxdur, çox böyükdür, amma siz big data texnologiyasını istifadə eləmirsiniz. Bu zaman siz big data mütəxəssisi hesab olunmayacaqsınız. Big data texnologiyasının əsas məntiqi o ənənəvi texnologiyalardan fərqi nədir? Düşünün ki, siz hər hansı bir məlumat emal etmək üçün bir kompüter gücünə əsaslanırsınız. Hətta məlumat emal etmək də deməyək. Tutaq ki, bir kompüter oyunu alırsınız, tutaq ki, məntiqən, düzdür, bu biraz lore nümunə olacaq. Big data texnologiyasının işləmə prinsipini tam izah edə bilmək üçün. Məntiqən oyun disklərinin üstündə bir tələblər olur. Tutaq ki, bu oyunu açmaq üçün sizdə kompüterdə 16 RAM lazımdır. Tutaq ki, sizin kompüterin RAM-ı 8-dir və yaxud da ki, yaxın bir dostunuzun da kompüteri var, onun da RAM-ı 8-dir. Siz normalda bu 2.8 RAM-lı kompüterləri yanaşı qoyaraq da bu oyunu aça bilməyəcəksiniz, doğrudur. Amma düşünün ki, belə bir texnologiya var ki, birdən çox onlarla, yüzlərlə kompüteri ya da serveri, server əslində kompüterin biraz böyük versiyasıdır. Daha gücü böyükdür, fiziki olaraq böyükdür serverlər, amma kompüterin həyata keçirdiyi eyni işi həyata keçirirlər. Bəli, birdən çox serverlərin gücünü sadəcə bir problemi həll etmək üçün istifadə etməyə imkan yaradan texnologiyadır. Bunun arxasında yaranan məntiq fayl məntiqi Distributed File Systems adlanır. HDFS də deyilir buna. Və ilk dəfə bu Distributed File System Google yaratdığına görə Google File System adlanıb. Sonradan Yahoo şirkəti bunu kommersiyalaşdırdığına görə başqa bir ad qoyub və yeni texnologiyalar big data sahəsində yaranmağa başlayıb.